Salam əziz dostlar. Bugün riyakarlığın növləri haqqında danışacağıq. Birinci, əqidədə riyakarlıq etmək. Yəni insan özünü əqidəli bir insan kimi göstərsin. Ən təhlükəlisi budur. Və imanlı kimi özünü göstərsin. Həqiqətdə amma imanlı deyil. Başqalarına özünü iman nümunəsi kimi göstərir. Bu bir. İkincisi, ibadətdə riya. Namaz, dua, sədəqə və s. kimi şeyləri aşkarda cəmaatın gözünün qabağında eləyir, bilə-bilə eləyir ki, cəmaat görsün onun bu kimi əməllərini. İbadətdə, riyada burada göstərir özünü. Xüsusən namazlarda. Deyəcəm onun əlamətlərini. Üçüncüsü, əməldə riya. Yaxşı işləri nümayiş etdirmək üçün eləyir. Yaxşı işləri. Hətta məsələn bəziləri gedir video zada çəkir ki, mən 2 kilo pesok verdim bir dənə kasıba. Ay cəmaat, baxın, mən gör nələr eləyirəm. Bu əməllərin heç birinin dəyəri yoxdur. Allaha görə deyilsə, heç birinin dəyəri yoxdur. Sonra dördüncüsü, sözdə riya. Dindar kimi danışmaq. Özünü o qədər ki, yavaş, özünü təvazökar belə aparır. Salam aleyküm. Belə hərəkətlər eləmək. Bu, özünü dindar kimi göstərmək deməkdir. Beşincisi, görkəmdə riya. Əlində üzük, mən kimi məsələn. Əlində üzük, zahiri təqva görüntüsü yaratmaq. Cəmaatın yanında günahdan çəkinmək. Amma təklikdə yenə o günahı yerinə yetirmək. Nə bilim, saqqala xət vurmaq. Stoyka varatnik geyinmək. Nə bilim, uzun qol köynək geyinmək. Yəni, bunlar yaxşı şeydir əslində. Amma Allaha görə olsa, təbii ki. Bunu cəmaata görə eləyirsənsə, bunların heç birinin dəyəri yoxdur. Bu riyakarlıqdır və Allaha şərik qərar verməkdir. Riyakarlığın əlamətlərini də inşallah növbəti videoda inşallah danışarıq. Sağ olun.